İndi kimdənsə üzr gözləyirsənsə, mən diqqətlə dinlə. Əslində ən böyük üzrü özümüz özümüzə borcluyuq. İndi özündən üzr istəyirəm. Üzr istə ki, nə vaxtsa kimlərsə səni sevsin deyə özünü dəyişdirməyə məcbur qoymusan. İşdən içə özünlə qınayıcı tərzdə danışmısan. Özünü qəbullanmamısan. Hətta bəzən başqaları səni sevsin deyə əməliyyatlara girmisən, özünü dəyişdirmisən fiziki olaraq və yaxud da mənəvi olaraq. Həqiqətən də yox demək istədiyin bir şeylərə başqası səni qəbullansın, başqası səni rədd etməsin deyə hə demisən. Bəzən biz özümüzə aid olmayan ortamlara girmişik, hətta ki, başqası bizi qəbul etsin. Bəzən biz görünüşümüzlə bağlı yenə də nəyisə dəyişmişik ki, başqasına daha xoş gələk. Bəzən hətta biz başqaları bizi sevsin deyə sevmədiyimiz bir peşəni seçmişik, sevmədiyimiz işlərdə işləmişik, sevmədiyimiz maşınları sürmüşük, sevmədiyimiz evlərdə yaşamışıq, sevmədiyimiz insanlarla əhatələnmişik. Bəzən də pul qazanaq deyə özümüzə xəyanət eləmişik, xoşumuza gəlməyən insanlarla çalışmağa davam eləmişik. Bax, bütün bunlara görə indi özümüzdən üzr istəmək zamanıdır. Çünki nə qədər ki sən özünə xəyanət eləyirsən, özündən üzr istəməli situasiyalar yaradırsan, o qədər də çöl dünyanda elə insanlar yaradırsan ki, onlar da sənlə elə davransın ki, sonunda səndən üzr istəməli olsunlar. Bax, bütün bunlar baş verməməsi üçün özümüzə xəyanətləri dayandırmaq zamanıdır. Artıq özümüzü sevmək zamanıdır. Mən çünki sizləri çox sevirəm. İndi özünüzü bərk-bərk qucaqlayın, bu reelsi bağlayın və 5 dəqiqə də olsa özünüzə zaman ayırın.